Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Mübarək Ramazan ayında Allah ibadət və itaətlərinizi qəbul eləsin, dualarınızı müstəcab eləsin inşallah. Biz şükür haqqında danışırdıq və nemətlərin şükrünü etmək haqqında müzakirə edirdik. Müxtəlif belə deyək, misalları qeyd etmişdik. Ailə haqqında, ata-ana haqqında, evlad haqqında müəyyən qədər izah etməyə çalışmışdıq. Bugün ailənin qurulmasında, ailənin, yəni xanım və kişinin münasibətlərinin necə tənzimlənməsində, bunun haqqında, bunun ətrafında müəyyən qədər müzakirə etsək, elə düşünürəm ki, Ramazan ayında yaxşı olar. Çünki istər bir ailədə xanım olaraq onun öz həyat yoldaşının üzərində hüquqları var. O nemət də öz həyat yoldaşı üçün onu düzgün nizamlamalıdır. Və yaxud da kişi olsa, o da öz həyat yoldaşı olan xanımı üçün bir nemətdir. Onu düzgün nizamlamalıdır, onu düzgün başa düşməlidir ki, bu ailə gözəl şəkildə davam edə bilsin və bir-birləri üçün nemət olsunlar. Ümumiyyətlə, ailənin əsasını, əgər Allah nemətidirsə ailə, bunun əsasını ilahi qanunlar təşkil etməlidir. İlahi qanunlar dedikdə, yəni ailənin bir hissəsində səmimiyyət varsa, bir hissəsini nizamlamaq üçün də, davranışları nizamlamaq üçün də ilahi qanunlar burada hakim olmalıdır. Əgər ilahi qanunlar ailədə hakim olarsa, elə olan halda bir-birlərinin hüquqlarını tanımağı bacaracaqlar. Artıq heç bir cəmiyyətin formalaşdırdığı düz olmayan adət-ənənənin əsiri olmayacaqlar. Onlar bir-birləri ilə məhz ilahi qaydalar əsasında davranacaqlar və bir-birinin hüququnu tapdamayacaqlar. Bir-birlərinin haqqını tapdamayacaqlar. Bir-birlərinə əziyyət verməyəcəklər. Quran belə təqdim edir. Quran buyurur ki, kişilər xanımları üçün və xanımlar da öz həyat yoldaşları üçün bir örtüydülər. Əgər bu ailə nemətdirsə, onda hər biri bir-birinin qədrini bilməlidir. Əgər xanım evdə istəsə ki, yalnız mənim qədrim bilinsin, onda kişinin nemət olması pozulacaq. Əgər kişi fikirləşsə ki, yalnız və yalnız xanım mənim qədrim bilməlidir, mən onun üçün nemətəm, onda xanımın hüquqları pozulacaq. Quran buyurur ki, onlar bir-birləri üçün nemətdirlər. Yəni nə? Bir-birləri üçün örtüydülər daha doğrusu. Yəni nə? Deməli, əgər kişinin bir səhvi varsa, kişinin bir nöqsanı varsa, xanım davranışları ilə onda olan, onun üçün təyin edilmiş bu nemətin nöqsanlarını aradan qaldırmaq üçün xüsusi dəstək verməlidir, xüsusi kömək etməlidir. Əgər kişinin işi ağırdısa, onun işləri çətindirsə və bu işlərin çətinliyindən evə narahat halda daxil olursa, onda xanım elə davranmalıdır ki, onun narahatlığını aradan qaldırsın. Sizə bir nemət versələr, sizə bir gözəl əşya versələr, hər hansı bir gözəl bir gül versələr, onun hər hansı bir ləçəyində bir nöqsan olarsa, onu necə qoruyub saxlayacaqsınız? Və ona necə baxacaqsınız? Ona maksimum hətta baxacaqsa, həm o gül gec solsun, onun solmağı gec olsun və həm də onun üzərində hər hansı bir ləçəyində olan ləkəni görsə, dərhal aradan aparacaqsınız ki, o ləkə bu gözəl güldə qalmasın. Əgər insanlar bir-birlərinə ailə daxilində xanım və kişi bir-birlərinə belə gözəl nemət kimi baxmağı bacarsalar, Allahın neməti kimi baxmağa bacarsalar, onda xanım öz həyat yoldaşında bir nöqsan görərsə, onu dərhal uzaqlaşdırmağa çalışacaq. Əksinə, olaraq o nöqsanın üzərinə gedib, o nöqsanın üzərində qalıb, onu daha da çoxalmağa çalışmayacaq və nəticə etibarilə bu mənfi, belə deyək, halı gözəl bir hala çevirəcək. Bu mənfi görsənən görüntünü gözəl bir hala çevirəcək və nəticədə evdə xoşbəxtliyi bərpa edəcək. Peyğəmbər buyurur ki, mən evə gəlirdim, bütün ictimai xidmətin çətinliyi, qəmi, qüssəsi mənim canıma hakim olurdu. İnsanlarla davranırdım. Bu insanların arasında Allaha qarşı çıxan da olurdu. Bu insanların arasında xasiyyəti uyğun olmayan insanlar da olurdu. Və mən evə gəlirdim. Elə ki, qapını açırdım, xanım Xədicəni görürdüm. Xanım Xədicəni
Xədicəni görmək mənim bütün qəm-qüssəmi aradan qaldırırdı. Xanım Xədicə bu nöqsanlarla yanaşı mənim üçün evdə ikinci bir nöqsan yaratmırdı, problem yaratmırdı və nəticədə mənim ürəyim şad olurdu xanım Xədicəni görməkdən. Diqqət edirsinizsə Peyğəmbərin həyatına. Görürsünüz, xanım Xədicə dünyasını dəyişdikdən sonra da illər sonra belə Peyğəmbər ağlayırdı. Soruşurdular ki, niyə ağlayırsan? Dedi, xanım Xədicə üçün ağlayıram. Çünki insanın ehtiyacı var, onun sıxıntılarını aradan aparan bir dosta. Niyə görə biz ailəyə həmişə xanım kişi kimi baxaq? Biz ailədə xanım və kişinin bir-birinə olan Allahın neməti kimi baxması çox şey həll eləyər. Mən düşünsəm ki, oturub dərindən düşünsəm ki, bu həyat yoldaşım mənim üçün Allahın bir nemətidir. Onun nöqsanlarına dözüb, onun nöqsanlarına səbr edib, onun nöqsanlarının aradan getməsi üçün kömək etsəm, Allahın neməti olaraq mənim üçün qalacaq. Amma yox, ilahi qaydalar və qanunlar əsasında onunla davranmasam, düzgün davranmasam, öz istədiyim kimi davransam, nəticə etibarilə nemət olmuş olsa da mənim üçün bir bəlaya çevriləcək. Ona görə də son dərəcə diqqətli olmaq lazım bu məsələlərdə. Bəzən xanımlar bugün ailə boşanmalarının səbəbi olaraq nəyi göz önünə çəkirlər? Deyirlər ki, həyat yoldaşımın xasiyyəti çətin idi, ona görə mən ona dözə bilmədim və boşandım. Araşdıranda görürsən ki, o qədər də ciddi bir çətinlik olmayıb. Sadəcə bu Allahın bu nemətinə səbr etməmək üzündən bu ailəni dağıdıb və nəticə etibarilə hər ikisi böyük sıxıntıya düşüblər. Bəli, nemət aradan gedərsə, neməti düzgün qəbul etmək anlayışı insanda olmazsa, bu nemətlər bəlaya çevriləcək. Nəticə etibarilə hər iki gəncin ailəsi böyük bir sıxıntı ilə qarşı-qarşıyarlar. Amma çox sadə şəkildə, çox gözəl şəkildə bir-birlərinə səbr etməyi bacarsaydılar, bir-birlərinin nemət olduğunu anlasaydılar, bir-birlərinin nöqsanını gizlədərlər. Quran-ı Kərim ona görə buyurur, qadınlar kişilərin örtüyüdür və kişilər də xanımların örtüyüdür. Örtü rolunu bir-birləri üçün oynaya bilməlilər. Həm bir-birlərini hər cür nöqsandan, hər cür sıxıntıdan xilas etməliydilər, amma bunu bacarmadılar. Daha doğrusu, bacarardılar, etmədilər. Etmədikləri üçün böyük bir sıxıntıya düşdülər. Bəzən bunların arasında dindarlar da olur, inanclı insanlar da olur. Onlar da düşünürlər ki, belə də etmək lazım idi. Allahın əmrini gözləmirlər. Bəzi işlər olur ki, orada mütləq Allahın əmrini gözləmək lazımdır. Hər hansı bir ixtilaf düşdüsə, hər hansı bir problem yarandısa, orada bu problemin həlli yolunu tapmaq üçün mütləq müraciət etməliyik Allaha və onun Peyğəmbərinə. Quran-ı Kərim buyurur ki, aranızda hər hansı bir anlaşılmamazlıq oldusa və çıxış yolu tapa bilmədisə, qaytarın Allaha və onun Peyğəmbərinə ki, həll edə biləsiniz. Əks halda həll etmək olmayacaq. Ariflərin həyatına baxanda görürük ki, müəyyən insanlar var ki, onların həyatlarında arif olmaqlarının səbəbkarı onların xanımları olub. Və yaxud bəzi xanımların xoşbəxtçiliyi əlaməti olaraq onların həyatlarında xoşbəxtçiliyi seyr edəndə baxırıq ki, onların həyatlarında xoşbəxtliyə səbəb olan, hətta xasiyyəti uyğun olmayan, davranışları gözəl olmayan həyat yoldaşları olub, səbr ediblər, onlara kömək ediblər və düşünüblər hətta ki, əgər mən buna səbr etməsəm və mən bunu xanım olaraq bunun yanında qalmasam, ona kömək eləməsəm, kimsə buna səbr etməyəcək. Qoy mən səbr eləyim ki, mən səbr eləyim onun nöqsanlarına, o xoşbəxt olsun, eybi yox, mən dözərəm. İnsan Allahın nemətləri ilə belə davranmalıdır. Deməli, xanım və kişi bir-birlərinə nemət dilərsə, bir-birlərindən son dərəcə uyğun bir ortaq məxrəcə gəlməyi bacarmalıdırlar ki, ailə olaraq Allahın nemətinə çevrilə bilsinlər. Həzrəti Peyğəmbər qızını gəlin köçürür. Bütün analar və atalar bu sözü dinləsinlər. Allah Rəsulü qızını gəlin köçürəcək. İlkin mərhələsi belədir. Bir yetim uşaqdır, gəlib, bir yetim gəncdir. Nə atası var, nə anası. O yetim gəncin adı Əli idi, Həzrət Əli. Peyğəmbər qızı üçün elçiliyə gəlib. İlkin mərhələdə necə davranır Peyğəmbər? Qızım, Əli sənin üçün elçiliyə gəlib, sən də razısan. Həzrət Zəhra sakit qalmağı ilə razılıq əlaməti olaraq atasının təklifinə bəli cavabı verir.
sakit qalmaq ilə. Peyğəmbər bunları evləndirir. Nə buyurur Peyğəmbər qızına? Ən böyük cehiz budur. Peyğəmbər qızına ən gözəl cehizi verir. Bir ailənin xanımı olması üçün ona ən gözəl yolu göstərir. Tapşırıq verir. Buyurur ki, qızım Fatimə, olmaya Həzrət Əlidən, həyat yoldaşından bir şey istəyəsən, o həmin şeyi evə gətirə bilməyə və sənin yanında xəcalətli olsun. Çalış həyat yoldaşından tələb etmə nə isə. Təsəvvür edirsiniz, bu məntiq ilə, bu yanaşma ilə bir xanım öz həyat yoldaşına yaxınlaşarsa, öz həyat yoldaşı ilə münasibət qurarsa, nə qədər xoşbəxt eləyə bilər həyat yoldaşını. Evdə hətta çörək su olmayanda belə xoşbəxtliyi bərpa eləyə bilərlər. Zaman var idi ki, Əli və Fatimənin evində çörək su yox idi. Çox çətin idi vəziyyətləri. Olduqca çətin idi. Amma zamanlarında ən xoşbəxt ailə idilər. Niyə görə kənardan sizə nemət kimi, dəyər kimi təqdim olunan hər hansı bir texnologiya vasitəsi, hər hansı bir əşyanı sizə nemət kimi təqdim ediblər və onun əsasında siz də öz aranızda olan sevgi, məhəbbət nemətini kənara qoyub onlarla ailəni xoşbəxt etməyə çalışırsınız. Ona çalışdıqca bir-birinizin dəyərini anlamaqda çox çətinliklər çəkəcəksiniz. Əsas insanın şəxsiyyətinə dəyər verin, insanın kimliyinə dəyər verin. Bu insanı Allah sizin üçün yaradıb. İstər bu xitab xanımı olsun və yaxud da kişiyə. Kişi belə düşünməlidir ki, Allahın əmanətidir xanım, Allahın namusudur, mənə tapşırıb. Mən onu son dərəcə qorumalıyam. Nöqsanlarıyla, gözəllikləri ilə qorumalıyam. Və kişi düşünməlidir ki, bu mənim evladlarımın anasıdır. O evladım ki, onun varlığından ləzzət alıram, onun ata deməyindən ləzzət alıram. Düşünməlidir ki, bu evladı mənim üçün dünyaya gətirən bu anadır. Və eyni zamanda xanım da düşünməlidir ki, bu evladlarımın ruzisini gətirən atalarıdır. Bu böyük bir neymətdir ev üçün. Bu olduqca böyük bir neymətdir. Görəsən hansı xanım və hansı kişi oturublar bir gün ya səhər, ya axşam, ya günün istənilən saatında dərindən düşünüb Allaha deyiblər ki, ilahi, bu xanımı mənə qismət etdiyin üçün sənə çox şükür olsun. Təşəkkür edirəm sənə ki, hətta mənim mənfi nöqsanlarımı, mənfi rəftarlarımı belə nizamlamaqda mənə kömək olur. Və yaxud da bir xanım oturub əyləşsin, desin ki, ilahi, bu halal ruzi qazanan həyat yoldaşımı mənə lütf etdiyin üçün, mənə həvalə etdiyin üçün sənə şükür edirəm ki, evladlarıma halal qida yedirdir, evladlarıma halal ruzi verir. Həzrət Peyğəmbər Həzrət Əlidən soruşdu. Elə son olaraq bunu qeyd etmək istəyirəm. Həzrət Peyğəmbər toy səhəri Həzrət Əlidən soruşdu ki, ya Əli, Fatimə necə bir xanımdır? Həzrət Əli belə cavab verdi. Buyurdu, ya Rəsulallah, Allaha itaat etməkdə Fatimə çox gözəl dostdur. Çox gözəl dostdur, mənə kömək eləsin, Allaha itaat edeyim. Deməli, xanım və kişi bir-birlərinə dost olmalıdırlar ki, o ailə olsun. Əgər dost olmasaz, bir-birinizin qədrini bilməsəz, təbii ki, istənilən bir mövzuda mütləq problem yaranacaq və nəticəsi qəm, qüssə, kədər olacaq. O şeyin ki, nəticəsi qəm, qüssə və kədər olacaq, ondan uzaqlaşmalıyıq ki, atdığımız bütün addımların nəticəsi şadlıq və sevgi ilə bitsin. Allahdan istəyirəm, Allah bütün ailələri bir-birinə mehriban eləsin, bütün ailənin əsasını təşkil edən xanım və kişini bir-birlərinin qədrini bilənlərdən qərar versin. Mübarək Ramazan ayında Allahdan istəyirəm ki, o ailələr ki, bir-birləri ilə bir yolu nizamlaya bilməyiblər, aralarında narahatlıqlar var və hətta boşanmaya qədər gedib çıxmaq həddindədir. Allahdan istəyirəm ki, Allah onların qəlblərində bir-birlərinə sevgi, məhəbbət yaratsın və Allahdan istəyirəm ki, necə ilahi Həzrət Əli və Fatimə Zəhranın arasında bir-birinə qarşı qəlblərində ülfət, məhəbbət yaratdın. Bütün gənclərimizin arasında bir-birlərinə ülfət və məhəbbət yarat. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.